qabağından keçmək haramdır. Namaz qılanın qabağından keçmək haramdır. Hədisi bilir. Bəzələri təşəhhüdə keçmək olar, belə bir şey var. Tələsməyin. Rasulullah s.ə.v deyir ki, siz keçən, yəni namaz qılanın qabağından keçməyin mötərizə arasında nə qədər günah olduğunu bilsəydiniz, 40 dayanardınız. 40. 40 gün mü, 40 ay mı, 40 il mi? Allahu aləm, bu gəlmir. Lakin 40. Ən aşağı götürsək nə tutur? 40 gün. Yəni, onun günahını bilsəydiniz, 40 gün o namaz qılsa, 40 gün məsafəsində durub gözləyərdiniz. Nəyin ki, mən keçməyim deyə. Və bu, dini bir əhkamdır bu. İstən təşəhhüd olsun, istərsən başlanğıcı, istərsən sonu. Namaz qılan insanın qabağından zərurət olmadıqca keçmək olmaz. Zərurət də odur ki, tutaq ki, hər yer dolubdur. Sənin başqa keçməyə yolun yoxdur. İlla namaz qılanın qabağından keçməlisən. Və səni aparan, çıxardan hacət də zəruridir. Onda o zaman sən çıxırsan və günah qazanmırsan. Çünki şəriətdə qayda var ki, zərurətlər qadağan olunmuşları halallaşdırır. Zərurətlər qadağan olunmuşları halallaşdırır. Burada bir şeyi tənbih eləmək istəyirəm. Həqiqətən, yəni bir qardaş olaraq, sən namaz qılanda tutaq ki, bir adam gəlib qabağından keçir. Şəriətdə necədir? O adamı əlinlə saxlayırsan, səcdəsinsənsə, təşəhhüddəsənsə fərqi yox. Əlinlə işarət edirsən və o adama nə edirsən? Qabağından keçməyini mane olursan. Buxaridə hədis var ki, Rasulullah deyir ki, əgər o cəhd göstərsə yenə keçməyə, hətta döyüşürsən onunla. Ki, qabağından keçməsin. Hətta vurursan, qabağından keçməsin. Lakin mən biraz bəzi yerlərdə hikmətsizlik görmüşəm. Həm güldürücü bir şeydir, həm də ağladıcı. Məsələ, biri durub belə namaz qılır, sağa baxır, sola baxır, gedənin üzünə baxır, o bir son, belə, bu qıraqdan gələn elə bilir ki, namaz qılmır. Qabağından keçmək istər, elə bir neçə sandıq almış, bir dənə qurur günə, az qalır, gəri yıxılsa adam. Yəni, əlini belə eləsə kifayətdir. Bir dənə ona qoyur ki, belə, az qalır, sinə sümükləri sınsın. Və sonra da deyirsən ki, niyə belə eləyirsən? Deyir, çünki mənim qabağımdan keçir. Biz işarət eləməklə onu saxlaya biliriksə, vurmağa gərək yoxdur. Əgər bir adam sütrə qoymursa, təxminən 2 metrdən o yana keçə bilərsən. Uşaqlar keçə bilər. Yəni, belə deyək ki, hətta uşaq olsa belə, bəyənilmir namaz qılanın qabağından keçməsi, hətta uşaq olsa belə. Amma, yəni uşaq zaten bilməyəkdən keçir. Amma uşaq keçərsə, nə sənin namazının savabı azalmır, nə uşaq günah qazanmır. Yəni, uşaqda biraz səhlənkarlıq etmək olur. İxlasla.com saytı tərəfindən təqdim olundu.